Salam, hər vaxtınız xeyir. Növbəti videomuza xoş gəlmisiniz. Bundan öncəki videolarda biz OSI modelindən danışdıq, LAN-dan, WAN-dan, ümumi şəbəkənin əsaslarından danışdıq. Bəzi avadanlıqlar haqqında mən sizə məlumat verdim. İndi isə biraz daha irəli səviyyəyə daşıyacağıq və biraz daha texniki, belə deyim, protokollarla tanış olacağıq, hansı ki WLAN, Wi-Fi, VLAN və buna oxşar digər şəbəkə texnologiyalarına dərindən baxış keçirəcəyik. Bu bizim hal-hazırdakı dərsliyimizin səhv etmirəmsə son videosu olacaq. Bu o demək deyil ki, şəbəkə ilə bağlı artıq videolarımız olmayacaq. Olacaq. Məsələn, bizdə hələ ki IP ilə bağlı çox detallı məlumat verilməyib. İnşallah növbəti dərslərdə mən IP, subnetting, MAC adreslər, buna bənzər bir neçə müxtəlif sahələrlə də bağlı videolar paylaşacağam. Sadəcə çalışacağam bundan sonra biraz daha çox praktika üstünlük verim. Nəzəriyyənin isə nisbətini biraz çalışacağam azaldım. Uyğundursa inşallah start götürək. Dördüncü bölməmizdə qeyd etdiyim kimi, ilk olaraq biz WLAN-dan danışacağıq. WLAN simsiz lokal şəbəkə deməkdir. Yəni Wireless Local Area Network sözlərinin qısaltmasıdır. Ümumi olaraq elektromaqnit dalğaları vasitəsilə qurulan lokal şəbəkədir. İstifadəçilərə hərəkət azadlığı verir. Biz bununla ən çox harda qarşılaşırıq? Elə standart evimizdə istifadə etdiyimiz modemlərdə, qoşulduğumuz Wi-Fi-də biz WLAN-la qarşılaşırıq. Burada bəzi standartlar qeyd olunub. Ümumi olaraq sizin istifadə etdiyiniz Wi-Fi, yəni ümumi gündəlik həyatda istifadə etdiyimiz Wi-Fi texnologiyası illər boyu belə deyim, inkişaf eləyən və belə deyim, xronolojik olaraq artan və belə deyim, müxtəlif standartlar özündə ehtiva eləyən bir anlayışdır. Burada qeyd olunan rəqəmlər hər biri müxtəlif anlayışları özündə ehtiva eləyir. Məsələn, 8.1.11 AX Wi-Fi 6-nı göstərmək üçün istifadə olunan bir anlayışdır. Bu standart haqqında birazdan daha detallı şəkildə danışacağıq. Ümumi olaraq sürət hal-hazırda Wi-Fi 6 vasitəsilə 9.6 gigabitə qədər artıb. Hal-hazırda Azərbaycanda bildiyim qədərilə providerlər tərəfindən təqdim olunan Wi-Fi-larda hələ də Wi-Fi 5 texnologiyasından istifadə olunur. Wi-Fi 6-ya isə yavaş-yavaş keçid başlayıb. Hal-hazırda Wi-Fi 7 texnologiyası aktiv şəkildə qlobalda istifadə olunmağa başlamağına baxmayaraq, biz hələ ki Wi-Fi 6-da belə deyim, ilişib qalmışıq. İnşallah irəliləyən dönəmlərdə yəqin ki biz də bu Wi-Fi 7 texnologiyasına keçid eləyəcəyik. Wi-Fi 6-nın dəstəklədiyi ümumi məsafə isə 30 metrdən 100 metrə qədər belə deyim aralıqda dəyişə bilər. Bu da yenə eyni şəkildə istehsalçının avadanlığına görə dəyişə bilər. Bəzi istehsalçılarda ola bilsin daha qısa məsafələr dəstəklənsin, bəzilərində isə ola bilsin deyək 100 metrə daha yaxın məsafələr dəstəklənsin. Bu da qeyd etdiyim kimi istehsalçının avadanlığından asılı olaraq dəyişir. Keçək biz Wi-Fi nədir? Bunun haqqında danışaq. Wi-Fi WLAN-ların qurulması üçün istifadə olunan IEEE 802.11 standartlar ailəsidir. Naqilsiz cihazların bir-biri ilə internetlə ünsiyyət qurmasını təmin edir. Və hətta qeyd etdiyimiz kimi Wi-Fi-nin özü bir standartlar ailəsidir və bu belə deyim platform tərəfindən yayımlanıb. Bu ümumiyyətlə elektronika və bu sahədə belə deyim standartlar təşkil edən bir platformadır. Yəni eyni şəkildə beynəlmiləl, hansı ki ISO-da biz bunu qeyd etmişdik. Bu belə deyim bu şirkət də orqanizasiya da yenə eyni şəkildə standartları təklif eləyir və xüsusi olaraq Wi-Fi texnologiyası üçün də 802.11 standartlar ailəsi qurulubdur. Burada siz xronolojik olaraq ardıcıllığı görə bilərsiniz. Məsələn, ilk olaraq çıxan 802.11 idi. Bu Wi-Fi 0 texnologiyası adlandırılır və 1-2 megabitə qədər sürət dəstəkləyirdi. Daha sonra isə 802.11b gəldi. Bu səhv etmirəmsə Wi-Fi 2 ya da Wi-Fi 3 olmalıdır. Burada isə maksimum 11 megabitə qədər sürət dəstəklənirdi və 1999-cu ildə belə deyim artıq fəaliyyətə başlamışdı. Daha sonra 802.11g gəlir, hansı ki 2003-cü ildə istifadəyə başlanılıb. Bu isə biraz istirahət eləyərək 54 megabitə qədər sürəti dəstəkləməyə və 2.4 GHz tezlik diapazonunda işləməyə başladı. Bundan bir sonra isə səhv etmirəmsə Wi-Fi 4 texnologiyası gəldi. Wi-Fi 4 texnologiyasında 802.11n standartının istifadə olunmağa başlandı. Bu texnologiyada isə 2009-cu ildən fəaliyyətdədir və 600 megabitə qədər sürəti dəstəkləyir və burada gördüyünüz kimi dual band dediyimiz həm 2.4 GHz, həm də 5 GHz tezlik diapazonunu dəstəkləyirdi. Bunun fərqi nədən ibarətdir? Ümumi olaraq bütün avadanlıqlar kommunikasiya qurmaq üçün və yaxud işləmək üçün 2.4 GHz diapazonundan istifadə eləyir. Hansı ki kameralar da buna aiddir, mikrodalğalar da buna aiddir. 5 GHz vasitəsilə artıq nisbətən daha boş olan bir diapazon hədəfləndi. Yəni belə deyim, artıq Wi-Fi də 2.4 GHz-də işləyəndə, digər avadanlıqlar da 2.4 GHz-də işləyəndə, digər elektronikalar nəzərdə tuturam. Burada Wi-Fi-də bəzi zəifliklər, qırılmalar və s. yaşana bilirdi. Bu səbəbdən artıq 2009-cu ildən etibarən
eyni zamanda həm 2.4 həm də 5 GHz dəstəkləməyə başlandı və beləcə Wi-Fi-ın qırılmalarında və yaxud zəifliklərindəki nisbət aşağı düşməyə başladı. Bu da dual band adlandırdığımız bir texnologiya vasitəsilə belə deyim həyata keçdi. Daha sonra hal-hazırda ən çox istifadə olunan qeyd etdiyim kimi Wi-Fi 6 texnologiyası gəlir. Burada arada Wi-Fi 5 texnologiyası da var. Hansı ki, bayaq da qeyd etdiyim kimi çox geniş istifadə olunur hal-hazırda Azərbaycanda. Daha sonra isə Wi-Fi 6 texnologiyası gəldi. Bu isə 802.11ax AX standartına sahibdir. Bu isə 2019-cu ildən fəaliyyətə buraxılıb və maksimum 9.6 gigabit per second, yəni saniyədə 9.6 gigabit dəstəkləyəcək şəkildə hazırlanıb və bir neçə cihaz üçün eyni şəkildə optimallaşdırılıb. Burada nə nəzərdə tutulur? Məsələn, deyək, öncəki texnologiyalarda bir modemdən istifadə etmək istəyirsiniz deyək. Digər avadanlıqlar əgər bir sorğu göndəribsə internetdə bir məlumat əldə etmək istəyirsə, siz öz sırağınızı gözləməliydiniz. Ancaq Wi-Fi 6 texnologiyası vasitəsilə artıq eyni zamanda bir neçə cihaz məlumat tələb eləyə bilər və bu məlumatları da eyni şəkildə əldə eləyə bilər. Hansı ki, sıralarını gözləmədən bu məlumatlara çıxa bilirlər. Burada 2.4 GHz və 5 GHz haqqında detallı məlumat da yenə qeyd olunub. 2.4 GHz daha geniş əhatə, lakin daha az sürət təklif eləyirdi, maneələri daha yaxşı keçir. Burada nə nəzərdə tutulur? Məsələn, deyək bir divarın arxasında yerləşirsə sizin modeminiz, məsələn 2.4 GHz olduqda bu divar artıq siqnalların qırılmasında o qədər də əhəmiyyətli deyil. Bu diapazona görə artıq daha rahatlıqla Wi-Fi çıxa bilirdiniz. 5 GHz-də isə daha yüksək sürətdir, lakin məsafə məhduddur və daha az müdaxilə tələb eləyir. Yəni müdaxilə olunan zaman qırılmalar yaşanır. Bunda isə qısa məsafələrdə, məsələn, ola bilsin dərs otaqlarında və s. 5 GHz-dən istifadə oluna bilər. Ümumi ev internetlərində isə ikisi də aktiv şəkildə istifadə olunur. Yəni siz Wi-Fi-nizə həm 2.4, həm də 5 GHz-dən eyni zamanda istifadə eləyə bilərsiniz. Ancaq bunu da yenə vurğulayım ki, bu sizin avadanlığınızdan, avadanlığın istehsalçısından asılı olaraq dəyişir. Daha sonra biz gələk VLAN-lara. VLAN Virtual Local Area Network sözlərinin qısaltmasıdır. Yəni virtual lokal şəbəkə olaraq tərcümə olunur. Virtual lokal şəbəkələr yəni göstərmişdik biz sizə Switch haqqında daha detallı danışmışdıq. Əslində fiziki olaraq deyil, məntiqi olaraq bir belə deyim anlayışdır. Yəni söhbət nədən gedir? Deyək sizin bir şirkətdə 3 dənə müxtəlif department var. Bunlardan biri mühasibatlıq departmentidir, biri satış departmentidir. Birində isə serverləri ayırmısınız. Bir dənə də department əlavə eləyək, hansı ki bunda da helpdesklər fəaliyyət göstərir. Bu avadanlıqların, bu belə deyim cihazların, hansı ki mühasibatlıqda istifadə olunan cihazlar olsun, satışda istifadə olunan cihazlar olsun və eyni şəkildə serverlər olsun. Bunların hər birinin eyni şəbəkədə işləməsi əslində şəbəkəni zəiflədir və təhlükəsizliklərə qarşı açıq hala gətirir. Çünki məsələn deyək ki, mühasibatlıqda işləyən şəxslərin internetdə göndərdiyi sorğuların sayı ilə serverlərin göndərdiyi sorğuların sayı eyni deyil. Bu zaman biz VLAN texnologiyasından istifadə eləyirik. VLAN bir fiziki yerdən asılı olmayaraq bir LAN-ı müxtəlif məntiqi alt şəbəkələrə bölən texnologiyadır. Eyni fiziki switch üzərində fərqli şəbəkələr yaratmağa imkan verir. Bu bizə hansı mövzularda dəstək olur? Bayaq dediyimiz kimi təhlükəsizlik aspektində bizə dəstək ola bilər. Departmentlər arasındakı trafiki izolyasiya eləyir. Məsələn, serverlə olan trafikdə siz başqa addımlar, başqa prosedurlar tətbiq eləyə bilərsiniz. Satış üçün başqa prosedurlar tətbiq eləyə bilərsiniz və mühasibatlıq departmenti üçün başqa prosedurlar tətbiq eləyə bilərsiniz. Bunu da siz virtual şəbəkələr üzərindən icra edirsiniz. Elə bil belə deyim də, bir lokal şəbəkənin içində 4-5 dənə müxtəlif kiçik lokal şəbəkələr yaradırsınız. Ancaq bunlar bayaq da qeyd etdiyimiz kimi virtualdır. Yəni fiziki olaraq tətbiq olunmur, sadəcə məntiqi olaraq orada var olduğunu biz nəzərimizdə tuturuq. Performans fərqi də var. Bayaq qeyd etdik, yəni hər kəs istifadə edən zaman, trafik yollayan zaman bu bəzi qırılmalara səbəb olur. Performans cəhətdən isə VLAN-dan istifadə etdikdə şəbəkə trafikini optimallaşdıra və yükü azalda bilərik və daha sonra ən vacibi idarə etmədir. Yəni siz VLAN-lara bölən zaman serverlər üçün deyək, satış üçün və mühasibatlıq üçün bu departmentlərin hər birini bir VLAN üzərindən rahatlıqla idarə edə bilərsiniz. Şəbəkə mütəxəssisləri üçün konfigurasiyanı da eyni şəkildə sadələşdirmək üçün böyük fayda verir. VLAN-ları burada vizual olaraq da görə bilərsiniz. Məsələn, deyək, bu otaq VLAN 30-dur, bu koridor VLAN 20-yə təsis olunub. Mühəndislik üçün VLAN yenə 20 ayrılıb. Yəni bu VLAN-ların nömrələri fərqli olur. 10, 20, 30, 40 belə davam eləyir. Siz fiziki olaraq da burada, yəni onun bir vizual göstərgəsində görə bilərsiniz. Müxtəlif mərtəbə və departmentlərdəki istifadəçilər, hansı ki bayaq da qeyd etdiyimiz kimi mühasibatlıqdır, satışdır, IT-dir, eyni fiziki switch-ə qoşulsa da VLAN-lar vasitəsilə bir-birindən tamamilə ayrılmış, yəni izolyasiya olunmuş şəbəkələrdə işləyirlər.
Ruter və switchin fərqi nədir? Bundan öncəki dərsdə də yenə danışmışdıq. İndi də bir daha buna toxunaq, təkrar olsun. Ruter müxtəlif şəbəkələri birləşdirir, IP ünvanları ilə işləyir. LAN-ı WAN-a qoşur, hansı ki WAN bayaq da qeyd etmişdik ki, ən böyük WAN internetdir. İnternetə çıxış üçün ruterdən istifadə olunur. NAT, DSCP firewall funksiyalarını yerinə yetirir. NAT haqqında danışmışdıq. DSCP də IP-lərin avtomatik olaraq paylanması üçün istifadə olunan bir protokoldur. Bununla bağlı inşallah qeyd etdiyim kimi IP ünvanlama dərsində bir daha detallı şəkildə danışacağıq. Switch nədir? Switch eyni LAN daxilində cihazları birləşdirir, MAC ünvanları ilə işləyir, məlumatı yalnız ünvanlanan porta göndərir. Yəni belə deyim, müxtəlif şəbəkələrə switch vasitəsilə qoşula bilmirik. Söhbət təbii ki, layer 2-də işləyən switchlərdən gedir. Bundan öncəki dərslərdə qeyd etdiyim kimi elə switchlər var ki, layer 3-də işləyir və tamamilə olmasa da müəyyən qədər routing funksiyalarını yerinə yetirə bilir. Bu da yenə nəzərinizdə olsun ki, yəni routerla switchin fərqləri bundan ibarətdir. Daha sonra biz gələk switchlə hub'un fərqinə. Hub nədir? Hub topology switch olaraq adlandırdığımız bir avadanlıqdır. Burada heç bir siz girib orada konfigurasiya eləyə bilmirsiniz. Sadəcə daxil olan məlumatı portda qoşulu olan bütün fiziki cihazlara göndərmək üçün istifadə olunur. Toqquşmalar yaranır, effektiv deyil və hal-hazırda nadir istifadə olunur. Ən çox qeyd etdiyim kimi kameralar üçün istifadə olunur, hansı ki IP kameralardan söhbət gedir. Eyni şəkildə IP telefon üçün istifadə oluna bilər. Yəni bu tip avadanlıqlar üçün istifadə olunur. Ancaq real üzərində iş gedən kompüterlər olsun, serverlər olsun, bunun üçün təbii ki, hub'dan istifadə olunmur. Bunun üçün daha çox switchlərdən istifadə olunur. Switch də bayaq da qeyd etdiyimiz kimi məlumatı yalnız ünvanlanan porta göndərir, toqquşmalar aradan qalxır və şəbəkə performansını əhəmiyyətli dərəcədə artırır. Müasir şəbəkələrdə hub'lar switchlərlə tamamilə əvəz edilmişdir. Switch həmişə daha ağıllı seçimdir. Bu da yəni nəzərinizdə olsun, hub harda istifadə olunur, switch harda istifadə olunur. Ümumi bu haqqda məlumat verək. Ümumi bir dənə də təkrar eləyək ki, biz bildiyiniz kimi 4 dərslik ümumi şəbəkənin əsaslarından danışdıq. Siz şəbəkənin əsaslarını niyə öyrənməliydiniz və bu mövzularda siz nə əldə etdiniz? Təhlükəsizlik aspektində şəbəkənin necə işlədiyini anladınız və onun qorumaq üçün ilk addımı atdınız. Yəni siz şəbəkə bilmədən şəbəkənin təhlükəsizliyini təmin edə bilməzsiniz. Bu da bizə ilk addımda kömək oldu. Daha sonra performans aspektində şəbəkənin sürətini və etibarlılığını optimallaşdırmaq imkanı əldə etdiniz. Yəni deyək, bir kiberhücum etdiniz. Boşluqları aşkarladınız, daha sonra boşluqları aradan qaldıra bilərsiniz və yaxud düzgün konfigurasiya olunmayıbsa, konfigurasiya eləyərək də problemləri aradan qaldırırsınız. Nasazlıqları diaqnostik eləyib sürətlə düzəltməyə bacarıq əldə eləyirsiniz və gələcəkdə də belə deyim, biz bu texnologiyaların haqqında da yenə danışacağıq. 5G, IoT və bulut sistemlərini anlamaq üçün möhkəm təməldir. Yəni ilk dərsdə də biz qeyd etmişdik ki, bu bölmədə yəni şəbəkənin əsaslarını bilmək IT-də çalışan hər kəs üçün çox vacibdir. Yəni siz bunu bilərək də belə deyim, güclü bir baza yaradırsınız və bundan sonra öyrənəcəyiniz mövzuları həm daha rahatlıqla, həm də daha detallı öyrənə biləcəksiniz. Ümumi olaraq nəticədə biz OSI modelindən danışdıq. OSI modeli sizin hər zaman xəritəniz olmalıdır. Şəbəkə rabitəsinin necə işlədiyini anlamaq üçün universal çərçivədir. LAN vs WAN-ın fərqini öyrəndiniz. Lokal area ilə wide area-nın fərqi nədir? Daha sonra biz WLAN-dan danışdıq, naqilsiz şəbəkələrdən, naqilsiz şəbəkələr haqqında məlumatlardan, Wi-Fi standartlarından danışdıq. Sonda isə virtual lokal şəbəkələrdən danışdıq. Hansı ki, şəbəkələri idarə olunan, təhlükəsiz və effektiv etməyin üsullarına da burada toxunduq. Yenə eyni şəkildə hər hansı bir sualınız yaranmış olsa, zəhmət olmasa kommentlərdə bildirin. Mən bacardığım qədərilə o sualları cavablandırmağa çalışacağam. Paralelində Kronos vasitəsilə də Instagramdan bizlə əlaqəyə keçə bilərsiniz. Orada da bizim təlimlərimiz mövcuddur. O mövzuda sizə dəstək ola bilərik. Diqqətiniz üçün təşəkkür edirəm. Bu biz təbii ki, şəbəkənin sonu deyil. Biz şəbəkə ilə bağlı yenə videolarımız olacaq, lakin bu bölmənin yekununa çatdıq. İnşallah növbəti dərslərdə, növbəti videolarda görüşənədək.